Dövlətin dəstəyi ilə ötən il 189 mindən çox vətəndaş işlə təmin olunub, belə ki, özü məşğulluq proqramı isə 2025-ci ildə 17 mindən çox insanı əhatə edib. Və daha ətraflı məlumat bilmək üçün Dövlət Məşğulluq Agentliyinin Media və İnformasiya Təminat Şöbəsinin müdürü Əsmər Nəcməddin qızı telefon xəttindədir. Sabahınız xeyir olsun Əsmər xanım. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Sizi və tamaşaçıları salamlayıram. Təşəkkür edirik. İstədik sizdən ətraflı məlumat eşidək. Təşəkkür edirəm. Bəli, sizin də qeyd elədiyiniz kimi artıq 2025-ci ilin nəticələri açıqlanıb. Bilirsiniz ki, Dövlət Məşğulluq Agentliyi dövlətin sosial-iqtisadi siyasətinin mühüm bir istiqaməti olan məşğulluq siyasətini həyata keçirən qurumdur. Və Dövlət Məşğulluq Agentliyinin bir sıra aktiv məşğulluq istiqamətləri var ki, hansı ki, bu tədbirlər üzrə işsizlik şartlanan şəxslərin məşğulluğuna təmin olunması prosesi həyata keçirilir. 2025-ci ilin nəticələrini nəzərə yetirsək, hansı ki, bu istiqamətlər üzrə işlər görülüb, 189 min şəxs münasib işlərindən təmin olunub. Əmək və məşğulluq xalq sistemində bildiyiniz kimi vakansiya bankı var və həmin vakansiya bankı üzərindən müraciət edən şəxslərin münasib işlər üzrə yönləndirilməsi həyata keçirilir və onlar işlə təmin olunurlar. Digər bir mühüm istiqamət özünü məşğulluq proqramıdır, hansı ki, bu göstəricini də siz qeyd elədiniz ki, 16.800 şəxs məhz bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yarada biliblər. Özünü məşğulluq proqramı çərçivəsində vətəndaşlara həm istehsal xidmət, həm də kəsb təsərrüfatı istiqaməti üzrə bizneslər təqdim olunur və şəxslər, işsiz şəxslər bu proqrama cəlb olunurlar, müəyyən mərhələlərdə iştirak edirlər və daha sonra onlara müvafiq avadanlıqlar verilməklə onların öz işlərini qurmalarına dəstək göstərilir. Onu da qeyd edeyim ki, 2025-ci ildə proqram çərçivəsində təqdim olunan zərflərdən 5 yeni zərf siyahıya əlavə edilib. Digər bir sıra zərflər var ki, onların tərkibi dəyişdirilərək daha da təkmilləşdirilib. Daha sonra digər bir mühüm istiqamət, hansı ki, bu da vətəndaşların əmək bazarına daxil olmalarında mühüm rola malikdir. Bu peşə hazırlığıdır. 2025-ci ildə 18.400 şəxs üçün peşə hazırlığı kursları təşkil olunur. Bu kursların təşkilində biz birbaşa işə götürənlərlə əməkdaşlıq edirik və yaxşı məqam ondan ibarətdir ki, həmin işə götürənlərin tələbləri əsasında peşə hazırlığı kursları təşkil olunur və kursu uğurla bitirən şəxslər sonda işlə təmin olunurlar və bu proses mütəmadi olaraq davam etdirilir həmin şəxslərin işlə təmin olunması istiqamətində. Dövlət Məşğulluq Agentliyinin Bakıda, Gəncədə, Göyçayda və Qarabağda peşə hazırlıq mərkəzləri var. Həmin mərkəzlərdə bu kurslar təşkil olunur. Eyni zamanda özəl tədris müəssisələrində və Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ildə 210 məktəb markası keçirilib. Burada da işə götürənlər öz vakansiyalarını vətəndaşlara təqdim edirlər və əmlik yarmarkalarında da şəxslərin münasib işləri üzrə işlə təminatı həyata keçirilir. Və son olaraq bir istiqaməti də qeyd etmək istəyirəm. Bu da peşəyönümlü məsləhət xidmətləridir. 343 min şəxs ötən il peşəyönümlü məsləhət xidmətlərinə cəlb olunub və onlara müxtəlif istiqamətlər üzrə əmək bazarı, karyera planlaması kimi istiqamətlər üzrə dəstək göstərilir. Təşəkkür edirik Əsmər xanım ətraflı məlumat üçün. Gününüz uğurlu olsun.